1747-ci ildə Nadir Şah Əfşarın ölümündən sonra yerli güclü feodallardan biri olan Mirzə Məhəmməd Ağa, şahın Bakıdakı nümayəndəsi Səlim Ağanı qovmuş və özünü müstəqil xan elan etmişdi. Yalnız Abşeron yarımadasını əhatə edən Bakı xanlığına, Bakı şəhəri və ətrafında yerləşən 39 kənd daxil idi. Xanlıq kiçik olsa da, mərkəzi Bakı şəhəri beynəlxalq ticarət yollarının üzərində yerləşən mühüm liman şəhəri idi. Xan Mirzə Məhəmməd Ağa ticarətin inkişafına xüsusi əhəmiyyət verirdi. Bu səbəblə bir sıra tədbirlər görülmüşdü. Bakının ticarətdə əsas ixrac etdiyi məhsullar neft, duz və zəfran idi. Təsərrüfatda bağçılıq, balıqçılıq, maldarlıq, sənətkarlıqda toxuculuq, zərgərlik, dulusçuluq, dəmirçilik kimi sənət sahələri inkişaf etmişdi. Xanlıqda olan neft quyularının sayı 18-ci əsrin ortalarında 50 idisə, 19-cu əsrin əvvəllərində onların sayı 100-ə çatmışdı. Xanın icazəsi ilə neft quyuları, bazarlar və dükanlar iltizama verilirdi. Yəni iş adamları tərəfindən icarəyə götürülürdü. Ümumiyyətlə, Bakı xanlığında 1-ci Mirzə Məhəmmədin dövründə iqtisadiyyat və ticarət inkişaf etmişdi. Ancaq onun oğlu Məlik Məhəmməd xanın dövründə Bakı xanlığı müstəqilliyini itirdi. Belə ki, şimal-şərqi Azərbaycan torpaqlarını Quba xanlığı ətrafında birləşdirmək uğrunda mübarizə aparan Fətəli xan Bakı xanlığını özündən asılı vəziyyətə salmaq məqsədi ilə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd xana ərə verdi. Məlik Məhəmməd xanın vəfatından sonra oğlu 2-ci Mirzə Məhəmməd Bakı xanı oldu. Fətəli xanın ölümündən sonra Quba xanlığı ətrafında birləşdirilmiş xanlıqlar, o cümlədən Bakı xanlığı müstəqilliyini təkrar əldə etdi. Onun ölümündən sonra Bakı xanlığında hakimiyyət uğrunda yenidən mübarizə başladı. Bu mübarizədə qalib gələn Məhəmmədqulu xanın qardaşı oğlu Hüseynqulu xan hakimiyyəti ələ aldı. Hüseynqulu xanın dövründə 1792-1806-cı illərdə Azərbaycanın beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Ağa Məhəmməd Şah Qacar Azərbaycana hücuma hazırlaşırdı. Çar Rusiyası da Xəzər sahili vilayətləri, o cümlədən Bakı xanlığını tutmağa çalışırdı. Belə bir şəraitdə hakimiyyətini saxlamağa çalışan Hüseynqulu xan Rusiyanın himayəsini qəbul etdi. Və 2-ci Yekaterina 1793-cü ilin aprelin 19-da bu barədə fərman verdi. 2-ci Yekaterinanın ölümündən sonra Rus qoşunları Azərbaycandan geri çağırıldı. Hakimiyyətini saxlamağa çalışan Hüseynqulu xan 1797-ci ildə Şuşanı zəbt etmiş Ağa Məhəmməd Şah Qacarın yanına gedərək ona tabe olduğunu bildirdi. Ağa Məhəmməd Şah Qacarın ölümündən sonra hakimiyyəti ələ alan Fətəli Şah və Rusiya çarı 1-ci Aleksandr Azərbaycanı, o cümlədən Bakı xanlığını tutmağa çalışırdı. Rusiyanın daha güclü olduğunu nəzərə alan Hüseynqulu xan 1803-cü ildə Rusiyanın himayəsini qəbul etdi. Lakin çox keçmədən Bakı və Şamaxı əyanlarının təzyiqi ilə Rusiya himayəsindən boyun qaçırmağa məcbur oldu. Bir sıra Azərbaycan xanlığını Rusiyaya birləşdirmiş General Siyanovun qoşunu Bakı xanlığına hücum etdi. O, Bakını təslim etmək haqqında Hüseynqulu xanla danışıqlar apardığı zaman 1806-cı ilin fevralında xanın qardaşı oğlu tərəfindən öldürüldü. Buna baxmayaraq 1806-cı ilin oktyabrın 3-də Rusiya qoşunu Bakını zəbt etdi. Bakı xanlığı ləğv olundu. Bununla da 200 il davam edəcək Rus əsarəti başlamış oldu.